Röya ne var, oğlan doğduğuna göre pul yığırsınız ki ona padarka alarsınız. Abalam, Röya doğur, özünə ha doğur, bana ha doğmur. Mən doğanda Röya bana padarka alıp getirmişdi. Hanım bilirsiniz, Röya. Ne Röya? Ne Röya? Röya. Özde bura bax, yaxşı yadıma düşdü. Siz ümumiyyətlə kişisiniz. Başa düşmədim, buna söz daha xanım. Əlbəttə kişiyəm. Mən nəsə şübhələnirəm ki, siz kişisiniz. Deyir olar. O günləri uşaq evə gəlib deyir, ana, müəllimə deyir ki, 8 Mart'a görə pul yığıq, padarkalıb müdirə veririk. Padarkanı sizə verirlər, deməli siz kişi deyilsiniz da, arvadsınız. Xanım bilirsiniz, biz həmən pulu yığdıq və hədiyəni Zavuça verdik. Çünki o xanımdır sözün əsl mənasında, Fəridə xanım, Fəridə müəllimə. O doğrudan da kişi deyil, bəli. Eləmi? Bəli. Hədiyə də, pul da ona çatdı. Mən belə başa düşürəm ki, elə siz də kişi deyilsiniz. Bura baxın, təhqirə keçməyin, ağzınızın danışığını bilin. Təhqir nə eləyirəm? Təhqir yox, amma qarğış eləyərəm. Bura bax, Sizi görüm. bura bax. Hoş gəldin. Eləmi? Sizi görüm, yığdığınız o pulları sağ-salamaçılığına yeməyəsiniz. Burnunuzdan gəlsin. Belə ağzından çıxsın, yaxana tökülsün. Görüm həftənin 7 günü sənə toy dəvətnaməsi gəlsin.